Bakıda korpus desertlərinin ən dadlısı burada verilir. Əminliklə deyə bilərəm. Çünki burada təkcə içi qaymaqdan ibarət deyil, hər biri sənət əsəridir. Bura Lueur Patisserie adlanır. Vitrindəki bütün desertlərdən dadma şansı əldə etdim. Soruşmayın hansını daha çox bəyəndim. Çünki həqiqətən cavab vermək çox çətin olacaq. İlk dişləmdən necə keyfiyyətli ərzaqlardan istifadə etdikləri bəlli olur. İçliklərin heç biri alınma deyil. Hər birini özləri hazırlayırlar. Doğrudan da o qədər keyfiyyətli ərzaqlardan istifadə edirlər ki, bu qədər şirniyyat daddım. Qətiyyən mədəmdə ağırlıq hissi olmadı. Şokolad olaraq əsl Belçika şokoladından istifadə olunur. Vanil isə o gördüyünüz paçkada toz halında olan vanillərdən deyil ha, əsl Madagaskar vanilidir. Bakıda popcorn növünü və vanil növünü məhz burada sınadım. Necə hazırlanıbsa popcorn kremin içində olsa belə xırçıldayırdı. Püstəlinin içində isə bütöv püstələr var idi. Nə deyə bilərəm, hər biri dəhşət dadlı idi, mütləq sınamalısınız. Mağaza isə düz Dədə Qorqud parkının yanındadır.